Belə bir maraqlı suala baxırıq. Qeyd edin ki, bu sual Dövlət İmtahan Mərkəzinin 3-cü qruplar üçün 20 sınav kitabındandır. Deyir, mübtəda və tamamlıq hansı cümlədə eyni suala cavab verir? Mübtədamızın sualları hansılardır? Kim, nə, hara? Tamamlığın da bir çox sualı var, onlardan da biri nə sualıdır. Yəni deməli, mübtəda və tamamlıq üçün ortaq olan bircə dənə sual var. Yəni həm mübtədanın, həm də tamamlığın nə sualı var. Ona görə də biz yalnız elə bir cümlə axtarmalıyıq, elə bir cümləyə baxmalıyıq ki, orada mübtəda da nə sualına cavab versin, tamamlıq da nə sualına cavab versin. Yəni başqa bunların ortaq, başqa eyni sualları yoxdur bunların. İndi isə gəlin variantlarımıza baxaq. Sevgin yoxdursa dost axtarma. Yoxdursa nə, sevgin axtarma, nə, dost. Baxın, burada dost sözü kim sualına cavab vermir, nə sualına cavab verir. Çünki qeyri-müəyyənliyi bildirən vasitəsiz tamamlığıdır. Və tamamlığın da yalnız nə sualı var. Qeyri-müəyyənliyi bildirən vasitəsiz tamamlığın da yalnız nə sualı var. Başqa sual yoxdur. Kim deyə bir sual yoxdur. Ona görə də bu söz insan anlayışı bildirsə belə yenə də nə sualına cavab verir. Bu haqda əvvəlki sualda da danışmışdıq. Elə deməli bizim cavabımız A bəndidir. Yoxdursa nə, sevgin, nə sualına cavab verir mübtədamız, nə. Həmçinin tamamlığımız da qeyd edir ki, nə sualına cavab verir. Yenə də kim sualına yox, nə sualına cavab verəcək, qeyri-müəyyənliyi bildirən vasitəsiz tamamlıq olduğuna görə. Digər variantlara da baxaraq belə cavabımız oldu A bəndi. Digərlərində baxsaq, qüvvətli ruh zəifləmiş bədəni xilas edər. Xilas edən ruh neyi bədəni? Burada artıq nəyi sualına cavab verir, bu isə nə sualına cavab verir. Mübtədamız nə, tamamlıq nəyi sualına cavab verdi? Deməli, eyni sualına cavab vermir. İnsan olmasaydı kainat da olmazdı. Burada ümumiyyətlə tamamlığı yoxdur, bunu da çıxırıq. Oxumağı bacaran hər insanın bir kitab olduğunu görəcəksən. Görəcəksən nəyi? İnsanın kitab olduğunu, belə deyək, tamamlığımız var. Ümumiyyətlə bu cümlənin mübtədası yoxdur, bunu da çıxırıq. Qənaət özü dövlət deməkdir, burada da tamamlığımız yoxdur. Cavabımız oldu A bəndi, həm mübtədamız, həm də tamamlığımız eyni bir sualı, yəni nə sualına cavab verir.